İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis deyir ki, hazırda texnologiya bazarında qiymət artımı təkcə bir komponentlə bağlı deyil, operativ yaddaş qurğuları və bəzi digər əsas hissələrdə də maya dəyəri yüksəlib. Bu qlobal istehsal və logistika xərcləri ilə əlaqədardır. Nəticədə yeni kompüterlərlə yanaşı işlənmiş cihazların da qiymətlərində ciddi artım müşahidə olunur. Texnologiya bazarında qiymət artımı struktur xarakter daşıyır. Bu yalnız operativ yaddaşla bağlı deyil, yaddaş daşıyıcıları, prosesorlar və digər əsas komponentlərlə istehsal planlaması və tələb balansı dəyişir. İstehsal həcmi azalanda və ya logistika xərcləri yüksələndə bu birbaşa son məhsulun qiymətinə təsir edir. Xüsusilə idxaldan asılı bazarlarda bu təsir daha tez hiss olunur. Nəticədə istehlakçılar maksimum göstəricili deyil, ehtiyac yönümlü seçim etməyə başlayırlar və mövcud cihazın modernizasiyası və ya yenilənmiş kompüter seçimi daha rasional alternativ kimi görünür.